Bağışlayan və mehriban Allahın adıyla. Peyğəmbər əhl-i-beytinin parlaq ulduzlarından olan Həzrəti xanım Fatimə-i Zəhra salamullah əleyha elə bir xanımdır ki, göylərin sakinləri yerin sakinlərindən öncə onun Əmirül-Müminin Əli əleyhissalam ilə izdivacını bayram etdilər. O bütün pisliklərdən, nöqsanlardan və çirkinliklərdən təmizlənmiş, pak-pakizə bir xanımdır. Allah-u Teala onu hətta cismani baxımdan da bütün xanımlardan fərqləndirərək Bətul adlandırdı. Fatimə salamullah əleyha müsəlmanların Həbəşistana hicrət etdiyi ildə, yəni Besətdən 5 il sonra dünyaya gəldi və 18 yaşında ikən şəhid oldu. Fatimə salamullah əleyhanın nütfəsi Rasulullahın Meracda yediyi behişt meyvəsindən bağlandı. Fatimə salamullah əleyha bütün xanımların əfsəlidir. Hətta Məryəm salamullah əleyhadan da. Çünki Ər-Rəsailul Etiqadiyyə kitabının səhifə 459-da, Səhih Buxari cild 5, səhifə 36-da belə yazıldığı nəql olunur ki, Fatimə salamullah əleyha Məryəm salamullah əleyhadan əfsəldir. Çünki o behişt xanımlarının xatunudur. Məryəm salamullah əleyha isə onlardan biridir. Rasulullah buyurur, Fatimə salamullah əleyha əvvəldən axıra qədər bütün xanımların xatunudur. Amma Məryəm salamullah əleyha öz əsrinin xatunu idi. Bunları deməklə Həzrəti Məryəm salamullah əleyhanın məqamının kiçik olduğunu deyil, Həzrəti Fatimə salamullah əleyhanın məqamının daha böyük olduğunu göstərmək istəyirik. Sonuncu hədis imamlardan da nəql olunub. Fatimə salamullah əleyha mübahilədə, yəni İsa əleyhissalamın Allah deyil bəşər olması üçün təşkil olunan məclisdə iştirak edir. Fatimə salamullah əleyha özü ilə aparmağı Rəsulullaha Allah Teala tapşırmışdı. Çünki o cənab nə edirdisə Allahın məsləhətinə əsasən edirdi. Peyğəmbər sallallahu nə edirdisə əslən özündən bir şey etməzdi. Allah-u Teala'nın dedikləri sayəsində, Allahın məsləhəti sayəsində edərdi. Xüsusilə böyük işləri. Beləliklə Fatimə salamullah əleyha İslamın və imanının qiyamətə qədər haqqa niyyətinin canlı sənədinə çevrildi. Beləliklə məlum oldu ki, Allahın nəzərində Rasulullaha ən əziz və beləliklə Allaha ən əziz qadın Həzrəti xanım Fatimə-i Zəhra salamullah əleyhadır. Beləliklə Allah Teala sübut etdi ki, bu xanım İslamın sənədidir və bu sənədə toxunmaq İslamın kökünü kəsmək deməkdir. Allah hamıya başa saldı ki, bu pak insanlarla pis rəftar etmək hər şeyin məhvi deməkdir. Onlarsız bu dünyada hər bir şey dəyərsizdir. Kafi cild 1, səhifə 179-189. Tarix böyük, tarix boyu çox kiçik, tarix boyu çox kişilər və insanlar, qadınlar kamilləşərək nümunəvi insanlara çevrilmişlər. Amma Rasulullah salavatullahın kamilliyin kişi zirvəsinə fəth etdiyi kimi, Fatimə salamullah əleyha da qadınların kamillik zirvəsini fəth etdi. Deməli, İslam ən ali din olduğu kimi, Fatimə salamullah əleyha da ən yaxşı nümunəvi xanımdır. Fatimə salamullah əleyha Təthir ayəsinin ən bariz nümunəsidir. Hətta müxalif olanlar da Əhl-i-Beytin digər üzvləri ayədən kənar saymaq istəsələr də Fatimə salamullah əleyha haqqında heç bir etiraz edə bilmirlər. Səhih Müslim Təthir ayəsi barədə buyurur, Fatimə salamullah əleyha mühəddəsədir. Mühəddəsə o şəxsə deyilir ki, mələk ona hədis söyləsin. Fatimə salamullah əleyha belə idi. Cəbrail əleyhissalam Fatimə salamullah əleyhanın yanına gəlir, atasının vəfatına görə ona baş sağlığı verir. Atası və onun məqamı barədə onunla söhbət edir. Ondan sonra övladlarının başına gələcək hədislərdən onu xəbərdar edir. Həzrət Əli əleyhissalam da onları yazırdı. Bu yazı həmin Fatimə salamullah əleyhanın müshəfidir. Kafidə bu qeyd olunub. Kafi cild 1, səhifə 240, 241, 457, 458
və Biharul Ənvar cild 27 səhifə 545, Mənaqibi Ali Əbu Talib cild 3 səhifə 337. Bu əhvalat çox maraqlıdır. Görün, Rasulullah salavatullah sonra 2 nəfər, nübüvvət bağçasının 2 bağbanı, ümmətin arasında tayı bərabəri olmayan 2 məsum Həzrəti Cəbrail əleyhissalam ilə söhbətdədirlər. Görün, digərləri fəzilət qazanmaq mübarizəsində olduqları bir vəziyyətdə bu ev duslaqları mələikə ilə ünsiyyətdədirlər. Allahu Ekber. Əlbəttə ki, bu 2 nurun mələklərlə ünsiyyəti inkar edənlər tapılacaq. Çünki elə bu ümmətin içərisində elələri vardır ki, nübüvvətin sonuna qədər Rəsulullahın, Allahın tərəfindən söz deməsinə və mələklərlə ünsiyyətinə inanmadılar. İndi deyin görüm, bu nə qədər səhih hədis qeyd etməliyik ki, onların varisləri Əli əleyhissalam və Fatimə salamullah əleyha mələklərlə söhbət etdiyinə inansınlar. Nə qədər? Axı buna inanmaq üçün insan ruhunun təmizliyi, insan zehnini məntiqə düşünmək qabiliyyəti olmalıdır. Əslən, Əhl-i Beyt əleyhissalamların düşmənlərinin nə məntiqi, nə də zehinləri düzgün işləmir. Zəhra salamullah əleyha ümmətin imanı üçün meyyar, mələk, mizan və tərəzidir. Çünki onun razılığı və qəzəbi Allahın Peyğəmbərinin razılığı və qəzəbidir. Rasulullah salavatullah buyurub, Fatimə salamullah əleyha mənim bir parçamdır. O mənim sinəmdə yerləşən qəlbimdir. Hər kəs ona əziyyət versə, mənə əziyyət vermişdir. Hər kəs mənə əziyyət versə, şübhəsiz Allaha əziyyət vermişdir. Fatimə salamullah əleyhanı sevindirən məni sevindirir və onu qəzəbləndirən məni qəzəbləndirir. Məcbuz Zəvaid cild 9 səhifə 203, Mustadrak-u Hakim cild 3 səhifə 154 və Kənzul Ummal cild 13 səhifə 13-də buyurulur. Bu çox böyük əhəmiyyətli kəlamdır ki, çünki birincisi budur ki, bilirik Rasulullah yalnız dinə görə qəzəblənir və ya şad olur. İkincisi, Rasulullahın sevinci və qəzəbi Allahın sevinci və qəzəbi idi. Bu göstərir ki, o cənabın, o Rasulullahın vücudu Allahın əmri ilə hərəkət edir. Deməli, bu kəlamı biz ilahi vəhiydən qaynaqlanan bir söz kimi qəbul etməliyik. Üçüncüsü, əgər bu əziz cismani və yalnız maddi əzizlik kimi qəbul edilsə, əhəmiyyətdən düşər. Çünki Allah Teala Həzrət Nuh əleyhissalamın oğlunu kafir olduğu üçün Həzrət Nuh əleyhissalamdan ayırdı. Deməli, Fatimə salamullah əleyha təkcə Peyğəmbər qızı olduğu üçün deyil, həm də xüsusilə də öz ləyaqətinə görə bu da əzizdir. Dördüncüsü, bu kəlamı Rasulullah o vaxt buyurdu ki, Fatimə salamullah əleyha qadın üçün nə yaxşıdır? O isə cavabında belə dedi: nə o kişilər görsün, nə o kişiləri görsün, nə kişilər onu görsün. Yəni Rasulullah salavatullahın bu kəlamı söyləməsinə səbəb və zəmin Həzrəti Fatimə salamullah əleyhanın mərifəti oldu. Fatimə salamullah əleyha bir ideal, nümunə və örnək idi. O, bu ideallığı əməldə göstərirdi. Onun Peyğəmbər məscidində və Ənsar xanımlarının arasında söylədiyi xütbəyə yaxşı diqqət yetirilsə, məlum olar ki, bu xütbə tək başına bütün nəsillər üçün insan islah edən bir məktəbdir. Hədislərdə deyilir ki, xanım Fatimə salamullah əleyha hətta qeyri-müsəlman xanımların toylarında onların dəvəti ilə iştirak edirdi. Həzrəti Fatimə salamullah əleyha öz boyunbağını və uşaqlarının bir döşənəcəyi bir dilənçi Arabiyə bağışladı. Fatimə salamullah əleyha öz iftarını yetimə, əsirə və miskinə verdi. Rasulullahın Zəhra haqqında buyurduqları bais olmuşdu ki, onun evi xanımların müraciət mərkəzinə çevrilsin. Həzrət əleyhissalam buyurur, Mədinə qadınları və Fatimə salamullah əleyhanın qonşuları onunla sıx əlaqə saxlayırdılar və onun evinə get-gəl edirdilər. Nəhcül Bəlağanın şərhi cild 9 səhifə 198-də buyurulur.
Sonda inşallah biz siz əzizlərimizin diqqətinə bunu çatdıraq ki, Həzrəti xanım Fatimə Zəhra salamullah əleyha tək xanımlara deyil, hətta kişilərə belə örnəkdir, kişilərə belə nümunədir. Bu günləri Həzrəti Zəhra salamullah əleyhanı kimlər tanıyırsa, kimlər ona məhəbbət bəsləyirsə, Peyğəmbər sallallahu dediyi hədis kimidir. Bugün Həzrəti Zəhranı sevən Peyğəmbəri sevib, Peyğəmbəri sevən Allahı sevib. Və ya əksi, Həzrəti Zəhranı qəzəbləndirən Peyğəmbəri qəzəbləndirib, Peyğəmbəri qəzəbləndirən Allah-u Mütealı qəzəbləndirib. Bu günləri bizlər özümüzə müsəlman deyiriksə, özümüzə mümin və ya möminə deyiriksə, gərək də Həzrəti Zəhra salamullah əleyhanın iffətindən, ismətindən, ləyaqətindən kənar qalmayaq. Və bizlər bu günləri Həzrəti Zəhranı bir xanımlıq nümunəsi kimi qəbul ediriksə, bu günləri baxaq, xanımlığa layiq işlər olan hansılardır, xanımlığa layiq olmayan işlər hansılardır. Bugün dövrümüzdə xanımı ucuzlaşdırıblar. Diqqət edək dövrümüzə. Bugünkü dövrdə, xüsusən Lənkəranda xanımlara, xüsusən Azərbaycanda deyək, xüsusən Azərbaycanda xanımlara çox aşağı gözlə baxırlar. Nə bilim, misallar çoxdur. Bu günləri olmazmı ki, xanıma üstün dəyər verilsin? Məgər bu günləri hökman gərək xanım çıxıb maşını reklam eləsin? Hökman xanım çıxıb hansısa bir əşyayı ki var, onun mahiyyətin üstün olsun deyə xanım çıxsın, onu nümayiş elətdirsin, reklam eləsin. Xanım bu qədərmi alçalıb? Peyğəmbər sallallahu dövründə cahil ərəblər qız uşaqlarına rəğbət bəsləmirdilər. Əksinə onları diri-diri bastırırdılar. Allah-u Müteal Peyğəmbər sallallahu Həzrəti Zəhranı verməklə, Kevsər surəsini nazil eləməklə Həzrəti Zəhranın məqamının yüksək olmasın və xüsusilə xanımın məqamının yüksək olmasın bir surə vasitəsilə Allah Müteal bizlərə çatdırdı. Bu günləri bizlər gərəkdir xanımları əziz tutaq. Bu günləri xanım öz dəyərini bilməlidir. Xanım bu günləri elə işlər görməlidir ki, xanımlıq nümunəsi olan Həzrəti Zəhra salamullah əleyhanı qiyamət günü şəfaətindən binəsib olmasın. Ki Həzrəti Zəhra salamullah əleyha bilirik ki, qiyamət günü bir çox insanlara şəfaət edir. Bir çox insanları özü ilə birgə cənnətə aparar. Gərəkdir bizlər də bu günləri əməllərimizə, danışıqlarımıza, diqqət elədiklərimizə ki, nəyəsə baxırıqsa, nəyəsə danışırıqsa, nəyəsə qulaq asırıqsa, ilk öncə fikirləşək Allah-u Müteal, Peyğəmbər sallallahu və məsumlar bizdən razı qalarmı? Bu işimizdən razı qalarmılar? Bu sözü danışırıq, bu sözdən razı qalardılar. Qalmazlarsa, gərəkdir biz o işlərdən çəkinək. Bu günləri Firuddinin bəndlərindən nə var? Firuddinin bəndlərindən axır 4 bəndi ki, bizlərin xüsusilə onlara sarılmağımız vacibatdır. Ki bu günləri bizlərə deyilir əmr və məruf. Yaxşı işlərə nə ediyin? İnsanları əmr ediyin. Ki bugün namaz qılmaq, Allaha ibadət eləmək yaxşı işdir. Gərəkdir biz neyniyə həmin işlərə özümüz riayət edək və kimlərisə də dəvət edək. Peyğəmbər sallallahu hədis var, deyir, bir şeyə ki özün əməl eləmirsən, onu çatdırma. Eləmirsən, onu çatdırma. Gərəkdir, mən bugün özüm namaz qılam, kiməsə də deyəm ki, qardaş, namaz qılmaq lazımdır. Özüm ki oruç tutam və kimisi də oruca dəvət edəyəm. Bu oldu əmr və məruf. Yaxşı, bəs nəhyələ əz münkər? Pis işlərdən çəkindirmək. Bu günləri insanların vəzifəsi digər yolunda azmış olan insanları, sırat-ı müstəqimdən kənar olan insanları gərəkdir o pis işlərdən çəkindirib yaxşı işlərə dəvət edəyələr. Axır 2 bəndə ki, Allah-u Mütealın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq lazımdır. Allah-u Mütealın dostları bunlardır ki, qısa deyək, keçək inşallah. Allah-u Mütealın dostları bunlardır ki, Allahın vacibatlarına baş əyir, haramlarından uzaq dururlar. Amma Allahın düşmənləri əksi, Allahın vacibatlarından uzaq durub haramlarına sarılırlar. Allah-u Müteal bizlər üçün hər bir şeyin gözəlin xəlq etdi. Gözəl gərəkdir ki, gözəl xəlq etsin.
Bu günləri nəyi pis görürüksə, nə pisdirsə, özümüzün günahıdır. Özümüz onu pis səviyyəyə gətirib çıxarmışıq. İlk öncə qadın haqqında söhbət elədik ki, qadın bəli, Peyğəmbər sallallahu Kavsar surəsi nazil olmaqla, Həzrəti Zəhra salamullah əleyha Peyğəmbərə bəxşiş verilməklə qadın məqamı yüksəldi. Sonda inşallah Allah-u Teala'dan bizlərin hidayət olmasın. Bizlərin sırat-ı müstəqimdə olanlardan olmağımızı istəyirik. Sonda inşallah Allah-u Teala bizləri Peyğəmbər və onun əhl-i beytindən ayrı salmasın. Allah-u Teala bizləri dünya və axirət Peyğəmbər və onun əhl-i beytinə layiq olan şiyələrdən qərar versin. Allah-u Teala Mövlamız, ağamız, rəhbərimiz İmam-ı-Zaman ağanın zuhurunu təcil eləyib, ağanın nazanın qəlbin biz günahkar şiyələr tərəfindən razı eləsin. Allah-u Teala bizləri bu dünyada əhl-i beytin ziyarətindən, axirətdə şəfaətlərindən bir nəsib eləməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.